Sol janah ötürmə. Sumqayıt indi müdafiədən nəhayət ki çıxmağı bacarır və hətta hücuma da keçir, ötürmə keçmədi. Roy Kehat, Sərdan Taşqın, zərbədə indirilir Rıza Cəfərov, Abduxalikov və gol! Amma köməkçi hakim bayrağını qaldırıb. Mərkəzi göstərir hakim, gol sayıldı. Bovur Abduxalikov. Dediyim kimi Shtogren gecikmişdi burada. Baxırıq təkrara. Kehat, Sərdan Taşqın zərbə vuruldu və bu zərbə zamanı Shtogren ilişib qalmışdı. Xətti, ofsayd xəttini pozurdu orada. Səbuhinin zərbəsi zamanı Rıza Cəfərov həmin zərbəni dəf edə bilsə də Abduxalikov özünü yaxınlaşdırdı, özünü çatdırdı ora. Və təkrar zərbə ilə topu qapıya yönəltdi. 1-0 Sumqayıt klubu Neftçi ilə görüşdə hesabda öndədir. Uzun ötürmə Yuri Matyas. Mərkəzdə Ozoviçin qarşısı alındı. Sumqayıt futbolçuları topa qazandılar və indi Sumqayıtın hücumunu izləyirik. Ötürmə sol tərəf Abduxalikova. Abduxalikovdan daha bir ötürmə və 2-0. Sumqayıt ikinci qola vurur. Ronaldo Vazquez təbrikləri qəbul edir. Düz orada avtogol ehtimalı da var. Golun təkrarını izləyəcəyik. Avtogol ehtimalı kimi ilk ötürmə anında bəlkə də ofsayd ehtimalı da var idi. Abduxalikov və